Murtaza Muradpur, özü ki bilirsiniz, etisabımın dəlilinin rəisi Dadustari Azərbaycan Şərqiyə yazdığım namədə 2 dənə dəlil yazmışam. Biri təbanı ittihamımın qəziyyəsidir, biri maddə 134-dür. Üçüncü dəlili burada şəfahən deyirəm ki, maddə İttihamı təbliğ əleyhi nizamımdır ki, mənim ittihamı təbliğ əleyhi nizamıma Quzarış-ı İdarə İttilaatın istinadına görə çıxartdığım, çap elədiyim kitabçalar, ya yaydığım CD-lər, biografi şəxsiyyətlərimizə görə bunları nəzərdə alıblar. O halda ki, qanunquzarın hədəfi maddi o təbliğ əleyhi nizama görə budur ki, hangi fəaliyyətlər ki, nizamın ərkanına zərbə vurar, nizamı mütəzəlzil eləyə, bunlar fəaliyyəti təbliği hesablanır. O halda ki, mənim fəaliyyətlərim əslən fəaliyyəti o fəaliyyətlərdən deyildir ki, nizama zərbə vura və bu hökmü ki, mənə verilibdir, zaten qeyri-qanunidir. Mənim bu kulli qəziyyə ki, etisab eləmişəm, kulli hökmümü qəbul eləməmağıma görədir və bu 2 il müddəti ki, zindanda qalmışam 25 ay hududunda vədə vədlərlə bəzi qanuni maddələri təqib eləməklə, hala bu zülm idi ki, bizə nə deyirlər, çəhdirilibdir. Bu zülm idi ki, bizə rəva görülüb və biz bunu çəhmişik. Amma bu axirinci qəziyyədəki maddə 134-ün emal olunmamağı idi. Bu maddə 134 da qeyri-qabili təhəmmül gəlir. Bu maddə 134 hamıya emal olduğu halda bizə təb'iz qoyulur və fəqət sırf bu iki cürmümüz siyasidir. Ona görə emal eləmirlər. Və mən bu etisabımla ta azadlığa çatıncan İstəyirəm ki, kulli bu cür bilinsin ki, hökmümü qəbul eləmirəm və 1 il hökmümdən ki, qalır, maddə 134 əsasında həsf olmağını istəyirəm. Bir də azadlığın mənim nəticəsi ya ölümdür, ya azadlıqdır. Bu etisabımın nəticəsi ya ölümdür, ya azadlıqdır. 2 yoldan sonra ayrı yol yoxdur. Yəni yoldaşlar deyirlər sındır, sındırmayacağam. Ailə deyirlər sındır, sındırmayacağam. İdarədən buradan hər kəs qüvvəyə qəzaiyədən, zindandan deyə hamısını da demişəm. Mən etisaba başlamamışdan təslimimi tutmuşam. Mən canımı qoymuşam oğcuma. Yəni 2 halətdə mən bu zindandan çıxacağam. Ya ölüb qurtulacağam ki, inşallah canımla bu etisab məsələsini bir obuhətə ərzişə mindirəm. Bundan bu hələ hər kəs fikirdaşlardan istədi etisab eləyə. Heç olmasa bir dayanacaqlı bir əbzar görsünlər bu etisabı. Desinlər bir nəfər bu yolda canını əldən veribdir və bu etisab o qədər yəni əhəmiyyətli bir məqulədir. Və ya azadlıqdır ki, indi məsullar müamilə eləyəcəklər, salıb çıxacaqlar zehinlərində. Azad eləməkləri mənə azad eləməkləri sərf elər bilələrinə ya mənim canımın əldən getməyi etisab yolunda.